Gazı yüklədik. Ustalar, bugünkü işimiz bitdi. Deməli, Девочка, мальчик, как зовут? Лиза. Friyonun temperaturu Dorzon friyonda 3.9, Abratka kleş üstündə 8 aralarında fərq 3.6, 4-7 normativ sayılır. Bax bu rəqəm ikinci Kelvin deyilir buna. 4-10 arası olmalıdır. 4-7 arasında işlədən var, 4-10 arası. Yəni yenə bir təkrar göstərirəm. Selsurun temperaturu Abratka 8.8. O həmişə daçıq oynayır. Kitay aparatlarda bu var. Friyonun temperaturu 3.8. Arasında fərq bizə lazım olan odur. 4-10, 4-7 arasıdır. Bax ikinci. Yəni bu qazın normativi buna deyirlər. Analog manometr, o yumru olan sadə oxşayan kremli sadına, o ilə işləməyin. O sizə heç vaxt düzgün göstərə bilməz. Çünki havanın istisi, soyuğu, gecə, gündüz o heç vaxt balansı tuta bilməz. Ancaq daçıqla.